Yarısı Afganistan müharibəsinin döyüşlərindən. Hər bir Nəcibullah verib məni, Afganistanın prezidenti. 20 yaşında hesaplayırsan, 20 yaşında bakırsan ki güya bu 20 yaşında Siyavuş Novruzov demişti ki ben Nəcibullah medalın biri Nəcibullah ver Afganistan. Nəcibullah'ın aslında Siyavuş'un 12 yaşı var. Nəcibullah verib məni, Afganistanın prezidenti. Danışdıq, Nəcibullah dünyasında şimdi mənim 27 yaşım var. Sərdar Cəlalovun riyaziyyat müəllimi görünür zəif. Nəcibullah'ın orden zad verib, orada Afganistan'da orden zad alıp eləmir. O 2. Dünya Müharibəsini bəzi ordenlərin sinəsinə vurmuşdu, eləmişdi. Mən bunu ritorik şəkildə dedim ki, ayıbdır da, məsələn, düzdür, Putin səndən verib orden. Rusiya torpaqlarının müdafiəsində, nə bilim, sonra nə bilim, belə ordenlər alacaq. İlham Əliyev sənə orden verib. Vacibdir ki, Nəcibullah kimi asılmış, satqın bir adamın da ordenini daşıdığı göre. Adama deyirlər sən Afganistan'da sən niyə orden vermə? İşğal elədiyi göre Afganistan'ı. Ama Rus koşunu da işğalcı bir koşunudur. Rus koşunun Afganistan'a daxil olmasına göre Rus koşunun niyə vermədi ordeni? Ya bu düşüncəsiz bir söhbətdir. O mənada dedim ki, bu yani boş bir söhbətdir da. Və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov 2020-ci ilin fevralın 9-da ölkədə keçirilmiş parlament seçkilərində növbəti dəfə qalib gəlməsi münasibəti ilə bugün Fəxri Xiyabanda partiyanın qurucusu, ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyub. Ziyarət etdikdən sonra səsli və açıqlama verən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bunları söyləyib. Ziyarəti biz ümumilli liderimizə bütün mən yox, Azərbaycan xalqı minnətdar. Və biz də öz minnətdarlığımızı bildiririk. Mən Naxçıvandan Milli Məclisə deputat seçilmişim. Mən gəldim, xeyir duamı alam ümumilli liderdən. Ondan sonra gedən fəaliyyətimlə məşğul.